Salam əziz şagirdlər. Bugün biz 5-ci siniflərin məntiq dərsindən operatorlar mövzusuna uyğun bir neçə dənə nümunə göstərəcəm. Misallara, yəni bu tapşırıqlara aid nümunələr göstərəcəm. Bizim əvvəlcə bax belə bir kitabımızda kitabı çəkib qoyacağım. Baxarsınız hansı kitabdandır bu. Deməli, bax belə bir bizim burada tapşırığımız var ki X ve Y gösterir. X ile Y'nin arasında simvoldur ve bu simbol toplama işaretini gösterir. Biraz da böyle daha aydın görsənsin. Belə. Deməli, əgər biz harda belə bir simvol görürüksə, demək ki, onun yerinə toplama işarəsini yazmalıyıq. Yəni, bir dəqiqə. Deməli, yəni, tutalım, mən bu işarəni görürəm. Bu, əgər toplama işarətisə, mən bura toplamanı yazmalıyam. Bu simvol isə, harada bu simvolu görürəmsə, bu çıxmanı göstərir. Demək ki, burada da çıxma işarəsini qoymalıyam. İstəyirsiniz, mən buradan qırmızını götürüm ki, rahat görsənsin. Yəni, bax, bu qırmızıdır. Bu isə, buradakı isə toplamanı göstərir. Deməli, indi nə edirik? Deməli, 5-dən 3 çıxırıq 2. Deməli, bura 2 oldu. 4-dən 1 çıxırıq 3 oldu. 2 ilə 3-ü topladım 5 oldu. Variant C. 136-ya baxırıq. Yenə də eyni bunun kimi. Deməli, bu işarə nə edir? Vurmanı göstərir. Demək ki, burada bizim vurma işarəsi olacaq. Bu işarə simvolu isə çıxmanı göstərir. Yəni, 7-dən 5 çıxdım 2, 9-dan 3 çıxdım 6, 2-ni 6-ya vurdum 12 A variantı. Və növbəti, yəni bu şəkildə olacaq. Ona görə buradan bir neçə dənə nümunə göstərin və növbəti səhifəyə keçirik. Yenə də bu simvol bölməni göstərdiyinə görə, yəni mən harada bu simvolu görürəm, sonra bölmə işarəsini qoyuram. Bu işarə isə toplamanı göstərir. Burada da toplama işarəsini qoyuruq. Bilirik ki, öncə mötərizələrin içi olunmalıdır. 8-i 2-yə böldüm 4, 20-ni 4-ə böldüm 5, 4 ilə 5-i topladım, elədi 9. Və bir dənə də eləyək. Deməli, 4, N ilə M-in arasında simvol vurmanı göstərir. Yəni, bax, bu simvol vurma işarəsidir. Bu vurmadır. Bu isə bölməni göstərir gördüyünüz kimi. Burada da bölmə işarəsini yazsam. 6-nı 7-yə vurdum 42, 7-ni 2-yə vurdum 14. 42-ni də 14-ə böləndə eləyir 3. Cavab elədi B variantı. Bax belə digərləri də təbii ki onun kimi olacaq. İndi mən istəyirəm, bax burada belə bir bizim tapşırıqlar var. Bu tapşırıqlara baxaq. Görək bu tapşırıqlarda yəni bu tapşırıqları eləməyin yolu nədir? Belə bir tapşırıq çıxarsa qarşınıza. Deməli, A və 2B-nin arasında simvol dayanır və burada bizə formulu göstərir ki, B-dən A-nı çıxmaq lazımdır. A-nın altında 4 yerləşdiyinə görə o deməkdir ki, A 4-ə bərabərdir. 2B-nin altında 14 yerləşdiyinə görə o deməkdir ki, 2B bərabərdir 14-ə. İndi A bəllidir onsuzda 4-dür. Mən bura yazıram 4. Bəs B nəyə bərabərdir? Ona görə bu formuldan biz B-ni tapmalıyıq. Bilirik ki, 2 ilə B-nin arasında görsənməyən bir vurma işarəsi var əslində. 2B, yəni 2 vuraq B deməkdir. Buradan B-ni tapmaq üçün biz 14-ü bölməliyik 2-yə. Onda B bərabər olacaq 7-yə. Demək ki, B də 7-yə bərabərdirsə, 7-dən 4-ü çıxırıq, cavab eləyir 3. Gəldik ikinciyə. 2x-la, daha doğrusu 3x-la y, 3x-in altında 9 yerləşib. O deməkdir ki, 3x bərabərdir 9-a və y də bərabərdir 4-ə. Elə y-in yerinə 4 yazıram, bu qutardır. İndi buradan x-i tapmaq lazımdır. Axı 3x əgər 9-a bərabərdirsə, 9-u 3-ə böləndə 3 eləyir. Demək ki, x-imiz da 3-dür. 3-ü vurdum 4-ə, 12, 12-dən 5 çıxdım, cavab elədi 7, D variantı. Və növbəti C və D3 deyə bir burada bizim formulu görürük və onun düsturunu da göstərir bizə ki, bax bu şəkildə eləməlisiniz. C 5-dir, çünki C-nin altında 5 yazılıbdır. D üstə gələk 3 də 9-a bərabərdir. Bax yazıram buradan. D üstə gələk 3 bərabərdir 9-dursa,
Onda D nəyə bərabərdir? 9-dan 3 çıxaram da eləyir 6. Demək ki, D 6-dır. C də 5-dir. 6-dan 5 çıxdım. 1, biri də 2-yə vurdum. 2. Və növbəti bizim misalımız. Bunları bir dənə silək ki, bizə mane olmasın. Deməli, gəldik 131-ci tapşırığa. A-nın kvadratı 16-ya bərabərdir. Yazıram. A-nın kvadratı bərabərdir 16-ya. B-nin kvadratı isə bərabərdir 9-a. 5-ci siniflərdə hələ kök altı keçməmisiniz. Yəni, amma buradan bilə bilərik də biz. Hansı ədədin kvadratı 16-ya bərabərdir? Təbii ki, 4-ün kvadratı bərabərdir 16-ya. Hansı ədədin kvadratı 9-a bərabərdir? Təbii ki, 3-ün kvadratı 9-a bərabərdir. Və yaxud da kök altında 16-dan 4 çıxır, kök altında 9-dan da 3 çıxır. Demək ki, A oldu 4, B oldu 3. 4-ün üstünə 3 gəldi 7, 7-dən də 2 çıxanda cavab eləyir 5, A variantı. Və növbəti misala keçirik. X və 5Y arasında deməli, X və 5Y arasında simvol var və burada da bizə göstərir ki, deməli, nə etmək lazımdır? Yəni, X-dən 2Y çıxmaq lazımdır. X-ımız 14-dür. Bax, bunun altında 14 yazılıbmı? Demək ki, X 14-dür. İndi Y tapırıq. 2Y bərabərdir 15-ə və burada da 5Y. Əvvəlcə biz Y tapmalıyıq, sonra onu 5-ə vurmalıyıq. Yəni, bax, yazıram buradan. 2Y bərabərdir 15-ə. Daha doğrusu 5Y. Bircə dəqiqə üzr istəyirəm. Burada axı 5Y yazılıbdır. Deməli, 5 yox. 2 yox, daha doğrusu 5 olacaq. Çünki baxın uşaqlar, 5Y 15-ə bərabərdir. Demək ki, 5Y bərabərdir 15 olarsa, Y nəyə bərabərdir? 15-i 5-ə böldüm 3. Bura Y 3-dür əslində. Amma burada 2Y olduğuna görə 2 vuraq 3-dür. 2-ni 3-ə vurdum 6. 14-dən də 6 çıxanda eləyir 8. C variantı. Və növbəti 2 dənə bizim çalışmamız qaldı. Bunları da eləyək. Deməli, 2B 12-yə bərabərdirsə, onda B 6-ya bərabərdir. Çünki 12-ni 2-yə böldüm 6. 4C 16-ya bərabərdir. 16-nı da böldüm 4-ə elədi 4. Yəni C 4-ə bərabərdir. B də 6-ya bərabərdir. 6-dan 4 çıxdım 2. Və sonuncu A üstə gələk 4. Simvol yerləşir. C çıxaq 2, yenə də bu da 2-yə bərabər. Yəni A üstə gəl 4, 7-yə bərabərdirsə, 7-dən 4-ü çıxaram, A oldu 3. A-nın yerinə yazdım 3. İndi C-ni tapırıq. C çıxaq 2 bərabərdir 2-dirsə, demək ki, 2 ilə 2-ni toplamalıyam da. Çünki 4-dən 2 çıxanda 2 eləyir. Demək ki, 2 ilə 2-ni topladıq 4. 4-ün üstünə 3 gəldim. Daha doğrusu 3-ün də 4 gəldim. 7, 7-dən də 3 çıxdım. Elədi 4 A variantı. Belə əziz şagirdlər, bu qədər bugünkü dərsimiz. Sizə xoş günlər.